Güney. Bəli, Ay Güney. X'i kökün daxilinə sal görüm. müəllim, siz bu sualı həmişə mənə verirsiniz. X mənfidir yoxsa müsbət? Ben ne demeliyim ki onu sen düşünmelisin. Ben sana 4 tane sual vereceğim indi. Tamam o zaman müsbət kimi götürüm də onda x kubu olur. Yəni müsbət. Niye? Hardan böyle ki müsbət? Belki mənfi değil. Çünki əgər x mənfi olsaydı, bu kökün içərisində bir dənə də mənfi olmalıydı. Deməli mən belə bir yazı yazsam. Bu mənfi. Yəni burada x görsən ki mənfidir. Çünki cüt dərəcədədir. Deməli ümumiyyətlə belə bir yazılış doğrudur ki, Bəli. Əgər Kökün altına x mənfidirsə, hə, doğrudur. Çünki mənfi ilə toqquşub müsbət olacaq. demək ki mən belə bir yazılış yazmışamsa, buradan nə başa düşürsən bu yazılışdan? X mənfi ədəddir. Qəşəng. X-imiz mənfi ədəddir. Əla. Bunu bildik. X mənfidirsə nə olacaq indi? X mənfidirsə, Mənfi yəni ədədə bu kökün sualı deyə bilmirəm heç vaxt. mənfi ədədə kökün daxilinə salınır nə olacaq? Bayaqdan nə danışırıq? Mənfi kökün kənarına çıxır. Vəssalam. Mən nə yazmalısan indi bura? Mənfi kök altında x kubu. Mənfi kök altında x kubu yoxsa mənfi x kubu? Dəqiqə. Mənfi x kubu. Tamam. İzah edə bilərsən niyə? Çünki bu x-i mənfi ədəd kimi düşündükdə, bu da 3-cü dərəcədir. Yəni kubdur da. Gərək Aha. mənfi olsun ki, mənfi ilə toqquşub müsbət olsun. Bəli, mənfi ədədin kubu mənfidir. Qabağında da mənfi yazmalıyam ki, cavab bura müsbət olsun deyə. Bu mənfi hardan gəldi bəs? O da kökün kənarına çıxanda. Yəni Çünki alanda x mənfi idi. Mənfi də kənarda qaldı. bəli, tamam, əla. Bəs bu Bu yazılışda x burada müsbət ədəddir. tamam. Aha. Çünki mənfi ədəd olsaydı biz qabağına mənfi, kökün içərisinə mənfi yazmalıydıq. Amma yoxsa deməli müsbətdir. Qəşəng. Sonra Sonra deməli mənfi çöldə qalır, x-i olduğu kimi salırıq. Mənfi kök altında eləcə x kubu. qəşəng. Bəs bu Burada da deməli burada x mənfi ədəddir. 4 not falan yazılmadı. Bəli, burada x mənfi ədəddir. Deməli mənfi ədəddirsə qabağa mənfi salırıq. Burada da qabaqda mənfi olduğu üçün müsbətə çevrilir. Kök altında mənfi x kubu. Kök altında mənfi x kubu. Əhsən, hamısı düzdür.